Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aşağı Güzdək Qəsəbə məscidinin imamı Turab Tahirovun Quran dərslərinə qatılan 6 yaşlı qızı qaçırması ilə bağlı yayılan məlumatlar bir neçə gündür ictimaiyyətin diqqət mərkəzindədir. Hadisəyə bu dəfə qəsəbə sakinləri münasibət bildiriblər. Onların sözlərinə görə baş verənlər cəmiyyətdə ciddi narazılıq yaradıb və din xadiminin bu cür olayla gündəmə gəlməsi insanları narahat edir. Güya deyirlər ki, Turab 20.000 manat pulu götürüb qaçıb. Bunların hamısı yalandır. Qızın dediyinə görə ona işgəncə verdilər, pis vəziyyətdə idi. Turabın anası da ağır xəstədir. Qız da ona qulluq etmək üçün gedib deyə sakinlərdən biri bildirib. Qeyd edək ki, hadisənin baş verdiyi tarix iyunun 17-sində 3 gün sonra qızın nənəsinin vəfat etdiyi bildirilir. Məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılır.